öldürən də odur. Məhz onun huzuruna qaytarılacaqsınız. Ey insanlar, sizə Rəbbinizdən bir öyüd nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir. De, Allahın neməti və mərhəməti ilə, ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından, fani dünya malından daha xeyirlidir. De, Allahın sizə ruzi olaraq nə indirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz. De, bunu deməyə Allah özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız? Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz. Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq aydın kitabda, lövh-ü məhfuzda olmasın. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər, onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur. Ya Peyğəmbərin, onların, kafirlərin boş, mənasız sözləri səni kədərləndirməsin. Yenilməz izzət, qüvvət, bütövlükdə yalnız Allaha məxsusdur. O eşidəndir, biləndir. Bilin ki, göylərdə və yerdə kim, nə varsa, hamısı Allahındır. Allahdan başqasına tapınanlar, həqiqətdə Allaha qoşduqları şəriklərə tabi olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. Gecəni dincəlməyiniz üçün qaranlıq, gündüzü çalışıb ruzi qazanmağınız üçün işıqlı edən odur. Həqiqətən bunda eşidənlər üçün ibrətamiz dəlillər vardır. Müşriklər, Allah özünə övlad götürdü dedilər. Allah pak və müqəddəsdir. O, övlada, uşağa möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyi mi deyirsiniz? De, Allaha qarşı yalan uyduranlar sözsüz ki, nicat tapmazlar. Onlar üçün dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra huzurumuza qayıdacaqlar. Ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq. Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: Ey ümmətim, əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın. Sonra mənə heç möhlət də verməyib, haqqımda istədiyinizi edin. Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik. Onları yer üzünə varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların, lakin yola gəlməyənlərin axırı necə oldu? Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz həddi aşanların ürəklərini belə möhürləyirik. Onlardan sonra Musanı və Harunu Firona və cəmaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar özlərinə sıxışdırmadılar və günahkar bir tayfa oldular. Onlara bizim tərəfimizdən haqq gəldikdə, bu aşkar bir sehirdir dedilər. Musa onlara belə dedi: Məyər sizə haqq gəldiyi zaman onun barəsində belə mi deyirsiniz? Bu sehirdirmi? Sehirbazlar nicat tapmazlar. Onlar bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik, dedilər. Firon, nə qədər bilikli sehirbaz varsa, gətirin, dedi. Sehirbazlar gəldikdə Musa, nə atacaqsınızsa, atın, dedi. Onlar əllərindəkini yerə atdıqda Musa dedi: Sizin etdiyiniz hər şey sehirdir. Allah sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə fəsad törədənləri sevməz. Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək. Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı.
Musa dedi, ey qövmüm, əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, ona təvəkkül edin. Onlar dedilər, biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalım tayfanın fitnəsinə uğratma, zalım tayfanın əlində sınağa çəkmə və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar. Musaya və qardaşına, cəmaatınız üçün Misirdə evlər tikdirib, onları qiblə edin, namaz qılın və möminləri müjdəliyin deyə vəhy etdik. Musa dedi, ey Rəbbimiz, sən Firona və əyyan əşrafına dünyada zinət və mal dövlət ehsan etdin. Ey Rəbbimiz, bu sərvəti onlara bəndələrini sənin haqq yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz, onların mal dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər. Allah buyurdu, hər ikinizin duasını qəbul etdim. Siz sabit qədəm olun və cahillərin yoluna uymayın. İsrail oğullarını dənizdən keçirtdik. Firon və əskərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Firon batacağı anda İsrail oğullarının inandıqlarından başqa Tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam, dedi. İndi mi? Halbuki əvvəlcə Allaha qarşı çıxmış və fitnə fəsad törədənlərdən olmuşdun. Səndən sonrakılara bir ibrət olsun deyə, bugün səni xilas edəcəyik. Sənin cansız bədənini sahilə atacağıq. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir. İsrail oğullarına çox gözəl bir yerdə təmiz ruzu verdik. Onlar özlərinə bir elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Ya Peyğəmbərim, əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, bu haqda səndən əvvəl kitab oxuyanlardan soruş. Haqq sənə sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma, Allahın ayələrini təksib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan. Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər. Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə inanmazlar. Əzab gəlməkdə ikən, Yunisin ümmətindən başqa, iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? Yunisin ümməti iman gətirən zaman onları dünyadakı rüsvaçılıq əzabından qurtardıq və onlara bir müddət gün güzaran verdik. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sən mi məcbur edəcəksən? Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah hökmlərini anlamayanları əzaba düçar edər. De, bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz. Onlar ancaq özlərindən əvvəl gəlib gedənlərin günləri kimi bir gün gözləyirlər. De, gözləyin, doğrusu mən də sizinlə birlikdə gözləyənlərdənəm. Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək bizə vacibdir. De, ey insanlar, əgər mənim dinim barəsində şübhəyə düşmüsünüzsə, bilin ki, mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir. Və batildən haqqa tapınaraq, üzünü İslam dininə çevir. Müşriklərdən olma. Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə. Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan deyə buyurulmuşdur. Əgər Allah sənə bir zərər toxundursa, onu özündən başqa heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun neymətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır, rəhm edəndir. De, ey insanlar, artıq Rəbbinizdən sizə haqq, Quran və Peyğəmbər gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm. Ya Rəsulum, sənə nə vəh gəlirsə, ona tabi ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlif, Lam, Ra. Bu, ayələri hikmət sahibi, hər şeydən agah olan Allah tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır ki,
siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən cəhənnəmlə qorxudan və cənnətlə müjdəliyənəm və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün güzaran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir. Bilin ki, kafirlər və münafiqlər Allahdan gizlənmək məqsədi ilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıkları və aşkar etdikləri hər şeyi bilir.